yükləyib yaddaşı doldururdu, yer qalmırdı başqalarının yükləməyə, ona görə idi. O birislərə baxdım YouTube-a yükləyib oradan linkini qoyublar. Elə bir şey eləyəcəm. Oxuya bilərsiniz siz nə yazmışsınız? Yoxlayacağım. Bu hamısını bir-bir-bir Bunlara bir-bir veribsə, deməli, bunlar unikaldır da. Yoxlayaq ki, 2-də varmı? 2-lərdə var. Belə bilmək istəyirsinizsə ki, məsələn, bu müştəri 2 fərqli qrupdadır, yoxsa 1. Belə bir şey eləyə bilərsiniz. Eyni şeydir. Haram başa düşməmisən? Ümumiyyətlə oxuya bilərsiniz sadəcə. Yəni, nəyi oxumaq? Bu kod nə çıxardır? Bu kod, bax, Customer ID, Test Group, bunlar adi kolumlar seçilir. Row number, Customer ID-ləri sayır burada. Sayır. Aha. Necə? O sayır elə 10.041-dən. Bu ID-dir. Say buradır. Okay. 1, 2. 2 dənədir bu ID-dən. Okay. Bu ID-dən 3 dənə olsaydı 1, 2, 3 çıxacaqdı. Hər ID-ləri belə sayır. Və test qrupa görə order eləyir. Əgər burada A, B olsaydı, A birinci olacaqdı, B ikinci. Partition'da bölür də sadəcə. Partition o deməkdir ki, row number-ı biz partitionsız yazsaq, bütün rowları başdan ayağa sayacaqdır. 1, 2, 3, 4 arta gedir. Partition qoyursan ki, yalnız partitionda hansı sütunu qoysan, həmin sütunun eyni value-larını sayacaq. Məsələn, 3 dənə orada eyni ad var, qabağına 1, 2, 3 qoyacaq. Başqa bir ada rast gəldisə, o təzədən yenə birdən başlayacaq. Belə fikirləş, bu partitionın qabağında hansı kolumu qoyursansa, onun distinct value-larını çıxardır, onları sayır. Hər value-dan neçə dənədir. Və qabağına da rəqəmləri qoyur. 1, 2, 3, 4-cü başqa value-ya keçdisə, təzədən yenə birdən başlayır. Order by-ı ona görə qoyursan ki, bu value-ları hansısa bir məntiqə görə sıralayıb elə saymalıdır. Hansı şeylərinə görə sıralasın. Burada digər bir kolumu qoyursan ki, bu koluma görə sırala, ondan sonra da say neçə dənədir. Bizə burada lazımdır ki, RN-i 1 olanları saxlasın. RN nə deməkdir? Burada ad vermişdim, row number. Bura kimi aydındır? Buranın ad verdidir, deməli. RN bu row number-ın qısaldılmışıdır. Ha, onu görməmişim, hə. Bura kimi aydındır? İndi buradakı datanı sayaq. Biz gözümüzə şey qoyarıq, nəmislərimiz var. Necə? Hə. 7000, necə burada dublikat yoxdur. İndi dublikat olmadığına görə orderləri bura birləşdirə bilərik. Əvvəlcə bir dənə orderləri də qıraqda yoxlayaq, duplikatı var yoxsa yox. Onun 4-ü də biz yoxlamalıyıq. Bəli. Burada dublikat yoxdur. Ona görə də yaza bilərik.
A yazaq bir dəfə. İndi bura birləşdiririk orderləri. Orders idi. Hə. Hansı kolum üzrə birləşdirəcəyik? ID üzrə. Hı -hı. İndi baxaq Dublikatların gör. təsiri çoxdur. Necə? Dublikatların təsiri. Dublikat varsa, keçən dəfə yadındadır, 2 dənə cədvəldə dublikat olanda join eləyəndə necə nəticə çıxırdı? Alim bilmirəm. 2 dənə dublikat bunda var, 2 dənə bunda varsa birləşdirirdin 4 sətr çıxırdı. Bilmirəm. Burada əgər dublikatlar varsa, səndə tutaq ki, deyək ki, hər sətirdən, hər value-dan 2 dənədir. Bütün dataların dublikatdır. Sən onları birləşdirəndə normalda 100 dənə order çıxmalıdırsa, səndə çıxacaq 200 dənə order. Ya da bütün datalar elə olur. Necə? İşləyir o datalar. İstənilən datanı yoxlamalısan əvvəlcə. Səhv ehtimalı həmişə var. Plus da ki, bu səhv olmaya bilər. Buradakı table'lar tutaq ki, düzdür. Sən bir neçə dənə join vermisən, nəsə eləmisən, sənin yazdığın koda görə dublikat yaranmış ola bilər. Ona görə hər addımda datanın düzgünlüyünü yoxlaya getməlisən. Bu ikisini birləşdiririk. İndi baxaq bizə hansı kolumlar lazımdır buradan. Hansılar lazımdır sizcə? Okey. Hansından? A-dan yoxsa B-dən? A bizim bu test resultdan olan müştəri şeyimizdir, siyahımızdır. B-dəki orderlərimiz. A'dan yox. Hı? B'dən götürüb A'ya birləşdirmək. Hansısa birindən o sütunu seçməliyik biz. A-da da var, B-də də var həmin ID. A'dakı A-dakini B-yə gətirək. O nədir? A-nı B-yə birləşdirək. A-nı B-yə birləşdiririk. 2 dənə cədvəli birləşdiririk. Hər ikisində customer ID sütunu var. Biz burada hansını götürək? A-dakı customer ID-ni götürək yoxsa B-dəkini? A-sında çoxdur. Yəni A-dakini niyə götürək? Onu soruşuram. A-dakı çoxdur, A-dakini götürməliyik. Yox, çox az. Burada səbəb çox az deyil. Dublikatları təmizlədik də. burada çox data. Çox data səbəb deyil də. Əsas burada nəsə yenə var da. Bax, son nəticənizi fikirləşin. Bizə rate'lər, order rate deyəndə nəyi nəzərdə tuturuq? Orderlər bölünsün həmin qrupdakı adamların sayı. Bizim orderlərdə bütün adamlar yoxdur. Amma test qrup olan cədvəlimizdə bütün müştərilərimiz var həmin test qrupa aid. Ona görə adamların sayını bilmək üçün bizim test qrupdakı customer ID-yə ehtiyacımız var. Burada niyə yoxdur ki? Adamlar Harda? Orderdə. Test elədiyin hamı order eləməyib çünki. Yenə deyilməyəm. Test elədiyin, test qrupa saldığın hamı order eləməyib. Reklam elədilər, amma salmır. B-dən nəyi götürürük? Yox, A-dan hələ test qrupları da götürək. Bunda şeyləri, sətirləri belə yazsaz rahat oxuya biləcəksiniz datanı, alt-alta yazsaz. Buradan müştəri, A-dan biz müştəri saylarını biləcəyik, bir də ki, hansı test qrupa aid olduqlarını biləcəyik. B-dən indi bizə nə lazımdır? Bizə satış lazımdır. İndi orderdəyik hələ. Bizə order ID lazımdır. Order ID. Sonra orderləri bildik. İndi qıraqda orderdən sonra bizdə nə gəlir?
Scoring. Scoring cədvəlimizdə nədir? Order ID-lərdən approve olunan, reject olunan. Onları da neçə approve oldu, neçə reject oldu. Bizə approve olunan lazımdır, ya reject olunan lazımdır sizcə? Hı -hı. Order olunur və o order təsdiqlənir ya təsdiqlənmir. Ona görə bir dənə də left join yazırıq. Scoring. Buna C deyirik. Necə? İki data birleştiriyor. İki datanı birləşdiririk. Üç data birbirine birleştirdiği diye iki tane yapısına yazıyor. Aha, keçən dəfə taskı verəndə yadınızdadır, yazmışdım. Chain join lazım olacaq sizə. Burada hansı sütunların üstündə birləşdiririk? Order ID-lə order ID-lə. Aha. Belə şey kimi fikirləşin. Bu birinci cədvəlimizdir. Burada sizin customer ID-niz var. Bunu birləşdirirsiniz ikinci cədvələ. Burada customer ID var, bir də order ID var. Bunu birləşdirəndə buradakı bütün customerlar burada olmayacaq. Bunu beyninizdə canlandıra bilirsiniz. Necə bir table çıxacaq qabağınıza bu ikisini birləşdirəndə? Qarşı çıxacaq. Necə? Əsas left join eləsək, customer ID soldakılar qalacaq, order kimi, sağda ancaq aşağıda. Ancaq bunun içərisində bu ortaqların qabağında order ID-lər olacaq. Olmayanların qabağı boş qalacaq. Data temizlemedik. Datanı təmizləmədik. Niye? Hadi şeyler de Sertifikatları diyorsun. Duplikatları orderdə yoxladıq. Duplikat olmadığına görə birbaşa cavabdır. Customer'da yoxlamışdıq, duplikat var idi. Storage-də yoxlayacaq. İndi bu ikisini birləşdirdim. Belə bir cədvəl var indi. Customer ID, başqa 1, 2, 3, 4. Order ID, başqa 11'dir. 2'nin qabağında yoxdur. Burada nəmin 15'dir, burada 19'dur. 2'nin qabağı boş qaldı. İndi üçüncü cədvəli ona birləşdirirsiniz. Orada da olacaq scoring ID, bir də order ID. Bunda order ID üzrə birləşdirirsiniz. Burada da kimlər scoring və bir dənə də şərt verəcəksiniz ki, ancaq approve olmuş scoringlər olsun. orada page Yox, page-lə yox. Göstərəcəm. Ancaq approve olmuş scoringlərdə gətirəndə bu orderlərin hamısı approve olmuş olmayacaq. Bəziləri approve reject olacaq. Onda neyse olacaq? İçmezse yerinize. Scoring ID, onda məsələn bu reject olunubsa onda var boşlar. Burada left join verirsən də, hansılar var, taxıl gətir, birləşdir, qalanı boşlar. Burada qabağı ID yoxdur. Burada ID olmadığına görə bunlar avtomatik boş olacaq. Burada tutaq ki, scoring ID var, nə bilim 6-dır. Burada scoring ID var. Nəsə yazılır. Burada tutaq ki, 7-dir. Bu, deməli, bu adamın orderi var, approve olunmuş scoringi yoxdur. Bu adamın nə orderi yoxdur, nə approve olunmuş scoringi yoxdur. Bu arada hamısı var. Sonra burada scoring ID ilə də sonra sales'i birləşdirəcəksiniz. Bunda da bunun scoringi yoxdur, bunun scoringi yoxdur. Bunlar avtomatik boş olacaq. Bu ikisindən də hansını tutaq ki, bunun sales'i yoxdur, burada sales var. Bizə sonda bütün xanlar başda olmalı lazım deyil. Necə? Bütün xanları dolmalı.
Bütün hallarda yəni deyirsən ki, ancaq bu sətr qalsa sonda, ancaq bu sətr qalsa, sən reşoları necə hesablayacaqsan? Nələri? Nisbətləri. Rate, order rate məsələn. Order rate, orderlərin, bu xanadakilərin sayını. Buna nisbətinə bərabərdir. Sən ancaq hamısında olanları saxlasan, hamısına rate 1 verəcək, eyni sayda olacaqlar. Bunu iflə yazmalım. Sıfırla əvəz eləməkdən. Sıfırla əvəz edə bilərsən, eləməyim. Sıfırla əvəz eləmək əlavə prosesingdir. Məsələn, götürəcək. Hə, indi göstərəcəm. Aydındır. Bunu yazalım. Scoring cədvəlində bizdə burada hansı sütuna görə yoxlayacağıq? Duplikatı. Scoringdə yoxlamamışıq. Niyə order ID? Yox. Burada həm order ID-yə görə yoxlayacağıq, həm də scoring ID-yə görə. Bir orderi 2 dəfə scoring eləyiblərmi? Ona da baxmaq lazımdır. Necə? Scoring ID-nin dublikat olması o deməkdir ki, eyni prosesi dalbadal 2 dəfə düşüb. Order ID-nin dublikat olması o deməkdir ki, eyni orderi 2 dəfə scoring eləyiblər. Hamısı bərabər olduğuna görə unikaldır datalar. Burada nə yazırıq? Davamını deyə bilən var, deyin yazın. Biz kas order ID-ni götürməliyik. Order A.order ID. A cədvəlində order ID var. Yox, B-də idi. B.order ID bərabərdir. İkinci C.order ID. C-də var idi order ID. Var. Bu scoring cədvəlində. Bu cədvəldir. İndi bizə buradan C-dən hansı kolunu götürürdük burada? Order ID-ni B-dən götürdük də. C-dən də scoring ID-ni. Belə yazsaq, burada bizim gəlin şeyi də qoyaq. Kolunun adı nə idi? Scoring status. İndi göstərəcəm. Belə yazanda reject də düşür, approve da düşür. Bu reject'in düşməməsi üçün, yalnız approve'un düşməsi üçün. Yox, burada bunun yanında bir dənə and yazırsan. S. Scoring status bərabərdir approve. Belə yazanda avtomatik scoring statusu approve olanları seçir, yalnız onları join eləyir. Yox. Səncə burada yazmaqla where-də yazmağın fərqi nə ola bilər? Burada yazdıq, run eləyək, baxaq. Burada reject var idi, indi yoxdur, approve-ları saxladı ancaq. Hə? Where-də yazsaq nallar itəcək, ancaq approve-lar qalacaq. İstəyirsən bir dənə yoxlayaq. Burada yazsaq nal qalmadı. Bura kimi aydındır. İndi approve-ları da birləşdirdik. Bizdə nə qaldı? Satışlar.
burada scoring ID-nin sales ID-ni yoxlamaq istəyir. Hamısı bərabərdir. Ona görə indi bu cədvəli birləşdiririk. Yəni bir dənə left join sales, ona da S verək. 10. Nəyin üstündə birləşdiririk? Scoring ID bərabərdir. Nə verdik? S. S verdik. S nöqtə scoring ID. Yuxarıda şeydə də şey tarafda sales ID-ni çalaq. Belə birləşdirsək nəticə nə olacaq? Necə yaradılır? Ancaq satışları gətirəcək. Satışları Hamısı gətirəcək. Hı? Burada sales status var, customer reject də var burada. Scoringdən keçib məhsulu təklif eləm, scoring pozitiv nəticə qaytarıb. Məhsulu təklif eləmisən, amma müştəri reject eləyib, istəməyib. ən sol, ən sales status bərabərdir. Mhm. Sol. Sorry. Mhm. Sale ID-lər. Şey sol rəqəmlər düşürlər. Necə? Rəqəm olanlar solda. Hansılarda ki satış var, ID-si düşür, hansılarda yoxdur, düşmür. Bura kimi aydındır. İndi buna da bir dənə ad verək. Rekord edirsiniz dərsə. Aha. Çətin gəlmir. Əslində çətin deyil, sadəcə öyrəşməmisiniz. Çoxlu praktik eləsəz öyrəşəcəksiniz. Ya da işte bir aylıq proqram deyil. Bir aylıq deyil, azdır. Biz işləməmişik. Hayat şaşırdı. Hə? Biz işləməmişik. İşte mən də onu deyirəm də, bu tapşırıqda olan hər şeyi əslində keçmişik. Burada hansısa bir funksiya var izah eləmədiyim. Yox, bunu yazmışsınız. Mən də onu deyirəm də, bu sadəcə praktikadır. Çoxlu praktika eləməlisən ki, əlini öyrəşsən, məntiqləri tutasan. Yəni 7000 dəfə izah eləsən, baxırsan, sonra otursan özün yazılmışsın. Özün sadəcə çoxlu praktika eləməlisən. Siz göndərdiyiniz saytda var. O sayt bu məntiqlərin heç biri heç bir yerdə öyrədilmir. Çünki işdən asılı olaraq min cür məntiq, yəni bu alqoritmdir. Bu alqoritmi özün düşünüb qurmalısan. Bu da çoxlu praktika elədikcə yavaş-yavaş mən bunu necə eləyim deyib fikirləşmirsən. Nə vaxtsa bir dəfə axtarıb tapmısan, yoxlaya-yoxlaya 100 dənə yol yoxlamısan. Növbəti dəfə eləyəndə o yolların hamısını bilirsən. Sadəcə praktika eləmək lazımdır. Burada qorxulası heç nə yoxdur. Çoxlu praktika eləyin, görəcəksiniz ki, çox yox, bir həftədən sonra normal bir fərq hiss edəcəksiniz. Belə bir şey verə bilərlər banka götürəndə işə. Yaz. Yox, bunu verməyəcəklər təbii ki. Niyə bu alırdı yoxsa? Yox, yəni task verib bu qədər oturub gözləyəsi deyirlər ki, mən bir saat əvvəlcədən olsa da ChatGPT-yə kiməsə yazdırıb gətirə bilərsən də. Yəni imtahan kimi orada qoyub belə bir task verib oturub gözləməyəcəklər. Soruşacaqlar left join nədir, nə bilim, right join nədir, məntiqləri nədir. Belə şifahi sual-cavab olacaq. Bəs işlə iqtisadında verdilər belə taskı intern olanda. Sən də yaza bilməsən, soruşa bilərsən kimdənsə, senior. Niyə soruşmursan ki? Middən. Amma junior olsam məncə yoxdur. Junior olsan da soruşa bilərsən ki, burada ilişmişəm, gedə bilmirəm. Biri var, sən taskı başdan ayağa hamısını soruşsan, o təbii ki, kömək eləyəcəklər, amma
biraz neqativ fikir yaradacaq ki, sıfırdan da heç eləyə bilmədi, gətirdi. Amma eləyirsən, ortada nə isə alındıra bilmirsənsə, onu soruşmaq heç bir problem deyil, heç bir neqativ fikir də yaratmır. Əksinə pozitiv fikir yaradır ki, yəni necə gəldi basıb eləmir də, bilmədiyi yeri gəlib soruşur, öyrənmək istəyir. Taskı bir nəfərə verirlər, yoxsa 200 nəfərə Bir nəfər. Belə bir taskı siz bir nəfərə juniora nə qədər vaxt verirsiniz eləsin? Deyək ki, birincini. bir gün Məsələn, bu task üçün sadəcə reytləri zadı çıxartmaq üçün 3-4 saat. Əslində 3-4 saatlıq iş deyil. Belə götürsən 20 dəqiqəlik işdir. Prosto junior olduğuna görə 3-4 saat lazımdır. 3-4 saat yəni verirsiniz də, 3-4 saata gətirib bunu cavabını. Test tutarsa yaxşıdır da yəqin. Təbii ki. Test tutarıb deməyə bilər, ümumiyyətlə, tutardı demir. Demirsə mən xəbərim olmayacaq, nə bilim. Bura qədər aydın olmayan nəsə var? Yox. Yaxşı, mən getdiyim işdə kimlə soruşacağam, heç kim. Necə? Mən getdiyim işdə kimlə soruşacağam, heç kim bilmir. Onda özün ChatGPT, Google. Mənim bundan əvvəlki, kapitaldan əvvəlki iş yerimdə də şirkətin ilk analitika vakansiyasında mən idim. Məndən əvvəl yox idi. Mən hardasa bir ilimi sırf orada o analitika sistemlərini qurmağa zada sərf eləmişdim. Mən 3 ay yoxdum. 3 aya baxır şeyə də, şirkətin həcminə, nə bilim, datasının genişliyinə, nə qədər data yığmaq mümkündür ona. Bura qədər aydındır hər şey. Siz bunu soramaqda gəlsiniz. Hı. Aydındır hər şey. Sualı olan var? İndi cədvəlimiz var. O axırda deyirdim, belə bir cədvəl almalısınız. Onu belə fikrinizdə canlandırmalısınız ki, necə cədvəl alım ki, mən o reytləri zadı həll eləyə bilim. Onun üçün belə bir cədvəl deyirdik, onu hazırladıq. İndi nə etmək lazımdır? O ikinci cədvəl, birinci cədvəli almaq üçün. İndi onun kodunu yazmalıyıq. Customer count. Cədvəlimiz budur, sütunlarımız da budur. Burada customer count yox. Necə? Count yoxdur da, sayılarını. Burada var da ID-lər. adi join. Join niyə? Şeyin cədvəlin adı. Cədvəlin adını burada joins qoymuşam ona görə. Birinci bizə nə lazımdır? Bunları götürməliyik. Bizə order Ən birinci qruplar lazımdır. Test qrup, bunu yazdıq. İkinci nə lazımdır? Order sayı necə çıxardırıq? Count, order, ID. Gəl order yox, customer-la başlayaq. Ən birinci, onu yadımdan çıxmışdı. Customer sayı, neçə müştəri, hər qrupda neçə müştəri sayı var? count distinct. Distinct. Nerede girdi onlar? Buradadır. Count distinct customer ID as customer count. Bu bizim müştəri sayımız. Sonra indi order. Order sayını necə tapırıq? Count. Ya da count. Aha. Distinct. Order ID. Total order. Sonra scoring'e gedənlər. Yanlış. Bir də satış.
Sales count. Sayıları bildik. Satışın nəticələrini sayır. Sayıları bildik. Bizə bir də lazımdır reytlər, effektivliyi ölçmək üçün. Effektivliyi olsun. Reytləri necə çıxardırıq? Ə, Məsələn, order rate. Necə çıxardırıq? Order sayılarını bölməliyik customer sayına. Necə çıxartmalıyıq bunu? Burada kodu necə yazmalıyıq? Selectdə Mhm. order Order ID bölünsün customer ID. Bir yazıda çıxıyor. Yox. O say deyil axı, ayrı-ayrılıqda orderlərin ayrı. Sadəcə buradakı çıxartdığın sayı bölürsən, buradakı çıxartdığın sayı. Yox, o adlarla istifadə edə bilməyəcəksən indi. Çünki hələ ki bu kolum kimi bunu tanıyır, ona belə bir ad qoyur. Sən bunu visin içərisində yazıb sonra başqa bir yerdə yazsan, ikinci, onda tanıyacaq. Çünki table-ı bu adla çağırar. Amma bunun içərisində olmayacaq. As order rate. Hamısını olduğu kimi bir dəfə belə eləyək. Bu olacaq scoring rate. Bu olacaq sale rate. Onlar niye böyle bilmez? Hamısı bir tapmalıyıq. Hamısına bir oluyor. bəli. İndi nə edirik? Bitdi yoxsa yazmalı olduğumuz nəsə var? Neyse boşuna oluyoruz. Bu orada. Dört tane değil. Orada da var. Okey, yəni son olaraq hər şeyimiz var. Yəni bizdə burada query qutardı yoxsa nəsə yazmalıyıq? Burada Mhm. tutardı. Yəni Qutardı. Gəl yoxlayaq görək çıxacaq yoxsa error verəcək. Bu erroru niyə aldıq? senin test var diyoruz. Ha burada şeydə Oxuyun da bunu. test grup şeydə çox xətirlidir. Nə etmək lazımdır onda? Test grubu iki də A-B'dir. Erroru oxuyun da, görün errorda nə yazır. Biri çoxdur sayı, birində bir sətirdir də. Ona görə Error deyir sizə nə etməlisiniz. görək işarələyəndə. Aqreqat funksiya dəyişməlidir. Deyir column joins test group must appear in a group by clause or be used in a aggregate function. Deyir ya bu da aqreqat funksiya olmalıdır, ya da ki burada group by'ın içində yazmalısan. Group by'ı yazmamışıq, ona görə error verir. Əslində errorları oxusaz burada 000 aldıq. Bunun səbəbi, bunu deməmişəm sizə. Bu type'lardadır. Bunu yazın bir dənə yoxlayın, alınsa izah edəcəm. Bu ona görə 0 vermişdi ki, bu tam ədəddir, saydır. Bu da tam ədəddir. Şeylər var, data type'lar var. Tam ədədlərin type'ı integerdir. Və integeri integerə böləndə, tam ədədi tam ədədə böləndə nəticə olaraq yenə sənə tam ədəd qaytarır. Baxın, gəlin bunu belə bir şey deyək. Mən burada tam ədəd yazmışam. 2. Bir dənə də belə şey yazaq.
şeyini göstərmir. Baxın. Burada yazıb altında type-ını integer. Bunda yazıb double precision. Double precision şeydir, kəsr ədəd. Əgər bunun kəsr hissəsi varsa, burada .5, nə bilim .3 filan da yazacaq. Amma kəsr hissəsi yoxdursa, prosto yuvarlaqlaşdırıb yazır. Integeri integerə böləndə 0.01 alıbsa, onu sıfıra yuvarlaqlaşdırıb tam ədəd qaytarır sənə. Ona görə də bu float şey deməkdir, elə bil ki, kəsr ədəd deməkdir. Bunun type-ını, bu count-un type-ını kəsr ədədə çevirmək üçün bu cüt nöqtə qoymaq o deməkdir ki, sən bundan sonra bunun type-ını deyəcəksən ki, bu sütun bu type-da olsun. Cüt nöqtədən sonra float yazanda o bu kəsr ədəd, bunu kəsr ədəd kimi qəbul edir. Yəni 3 kimi yox, 3.00 kimi qəbul edir. Kəsr ədədə böləndə də ona görə o kəsr hissələrində qaytarır. Necə? Yaxşı. Bu bizim birinci tapşırığın birinci sətrin, birinci cümləsinin. Özüm tapşırığı o qədər yazmışam. Növbəti dərsdə də bundan işləyək. Kofe verməmək üçün. Allah köməyiniz olsun, yazanda başa düşün ki, Növbəti dərsdə də bunu işləyəcəyik. Ondan sonraki dərsdə də, ondan sonraki dərsdə də. Bunun tapşırığın içərisində statistikaya çox şey var. Biz şeylər qalmışdı axı. Küllərimiz olmuşdu. Yox. Neydi? Statistikada hansı dərsdə qalmışdıq? Correlation-da qalmışdıq. Correlation, hə. İşte sorusuna baxdığınız zaman. Ümumi seçmədə şeylər var, nəticələr falan. Onları fayda dəyişir. Burada yaratsan. Evdə işləmək üçün də belə deyil, əl öyrəşmək üçün. Başqa Excel-lərlə. Başqa Excel-lərlə burada işləsən. Onun üçün bu create var idi. Onun table yaratmalısınız ki, import edə biləsiniz. Yoxsa import edə bilməyəcəksiniz. Siz verdiyinizdən onu çıxardıb qoya bilərəm. Yox, mən hansı datanı yükləyirsinizsə, ona uyğun mən create yazıram, table yaratıram. Excel-i atın ChatGPT-yə, deyin ki, bu struktura aid mənə bir dənə Postgres üçün create query-si versin.
Abi su Nasıl yükler sınırlar. Bizim oradaki sınır sorusu. Kulüste akşam komşuya sporu geldiğinde yakın adamda istersiz tutuyorlar. Ayarını normal orada şekerler suyu ölçmek istedim. Sen İnsan'da danışalım. Neden şöyle? Ben bir İnsan'da danışalım. Öz ihtiyarı da. Sualınız yoxdur. Sən heç səsin çıxmır. Nereye çabuk? Sualın yoxdur. Sorun yok. Evet, evde olabilir. Ben de bakacağım çünkü. Bu bir ne yapmış? Lezzette mesela geçen gün tuzağları kestik. Tiramisu kestik. Beraber sizde kestik. Yani 3-4 ders çektiğim şey. Bir defa sonra tapşırıqlarına başlamış. Bu ona görə belə eləyirəm ki, hissə eləyəndə hər dəfə də məsələn bir dənə selekti göstərdik, sonra bir dənə join göstərdik, sonra bir dənə onu göstərdik. Onu sonra hamısını birləşdirib bir dənə yerdə yazanda həmişə çox adam çətinlik çəkir. Amma belə eləyəndə bir dəfə eləyirsən, heç nə başa düşmürsən, qəliz gəlir. 2 dəfə, 3 dəfə, 4 dəfə bir yerdən sonra görürsən ki, oturub avtomatik yazırsan. Ona görə 2 dərsə keçdim, amma növbəti 4 dərs ancaq praktik edəcəyik. Qəliz gəlməyindən narahat olmayın. Koding, nə bilim, statistika, bunlar elə şeylərdir ki, bir müddət eləyirsən, amma nə elədiyini bilmirsən. Bu çox normaldır. Sadəcə çoxlu praktik eləməyə çalışın. SQL-un da heç nə keçməyəcək kodlardan. Arada bir neçə şey deyəcəm, amma belə lazım olan şeylərin çoxsunu demişəm. İki sənə yazmış değil. Yok yani başka da tutmuştu ama yani şeyler indi. ChatGPT ve Fərqli bir şey olacaq. Bəs eyni şeylər götürmüşdü, orada aydınlıqda. ChatGPT sadəcə bir dəfəyə join eləmişdi Bir hamısını. defa Amma burada bizim bir dənə data təmizləməyimiz lazım idi. Biz burada da əslində şey deyə bilərdik. Countları zadı verib burada da bu şeyləri hesablaya bilərdik. Prosta belə ayrı-ayrılıqda addım-addım getdim ki, aydın olsun. Amma siz özünüz yazılarınızı bir dəfəyə yazırsınız. Baxır da, əgər kodda çox qarma-qarışıq şeylər varsa, onları hissə-hissə bölüb yazıram ki, əgər performansda problem yaradacaq bir şey deyilsə. Hissə-hissə bölüb yazıram ki, sonra bir müddət sonra baxanda axtara-axtara qalmayayım ki, mən bunu necə yazmışam, rahat oxuyum kodu. Həm də sürəti daha tez olmalıdır. Necə? Sürəti SQL işləyən. Hətta onu deyirəm, əgər performansda problem yaratmırsa bu formada yazmaq, belə yazıram. Mən bu nə bilim gözləyir ki. Hı? Böyle datadır tutulur. Burada indi 5-10 min data var da, burada data sayı çox azdır. Elə olur mu sən yarım saat sonra gözləyir, her şey gözləyirsin. Elə olur ki, qoyuram bugün səhər gəlib baxıram nəticəsinə. 2.5 milyard, 3 milyard sətirlik datalar olur. Orada nəyəsə düz yazmasınız. 5 saat verirəm sesiyə, yenə baxaq. ayda olurmuş. Olur elə şeylər. Nəsə səhv edirsən, gəlirsən, hər şeyi yazıb qutarırsan, qoyursan. Onda şey var. Plusuz adı, premium. Bunun üzerine dağıtırız. O Her şey yok. var. O
şeydir də, elə bil ki, bu serveri kompüter kimi fikirləş. Sizə CPU lazımdır, RAM lazımdır. Nə qədər CPU-nun güclü olsa, RAM-ın çox olsa, o qədər sürətli işləyəcək. Və o da şirkətdən asılıdır. Serveri yaxşıdırsa şirkətin və yüklənmədən də 100 nəfər işlətməklə 10 nəfər işlətmək arasında fərq çoxdur. CPU-nun nə qədər yaxşıdırsa, o CPU-nun gücünə uyğun yüklənmə çox deyilsə, sürətli işləyəcək. Amma istənilən serveri bir dənə pis kod yazmaqla çökdürmək mümkündür. Məsələn, elə bir dənə join yazırsan ki, düzgün yazmırsan da, səhv yazırsan. Nə bilim, 2 dənə milyonluq şeyim var, datam var. Onları join eləyirsən, əslində alınmalıdır, tutaq ki, 800 min sətr nəticə alınmalıdır. Nə bilim, 9 milyardlıq bir şey çıxır ortaya. Səhv yazırsan, sətirlərin sayını elə artırırsan, sonra da gözləyə-gözləyə qalırsan ki, bu niyə çıxmır? Bugün deyirəm, sən Control Enter, RAM elədim. Şeyə görə iştirak verə bilərlər kampaniya, serveri. Server çökdürdün deyəndə server xarab olmur ki, sadəcə yüklənmə çox olur, yaxşı işləmir. Hamı da elə olur da, işi saxlayır. Zamanında işini var. Cəmaatın işi saxlanır. Serverləri də nəzarət edən adamlar olur da, elə bir çox yükləyən bir skript görən kimi əvvəlcə xəbər gəlir ki, sənə bu nə skriptidir, niyə bu qədər yükləyir. Elə ola bilər ki, normal bir şeydir, bu qədər də yüklənməsi normaldır. Elə də ola bilər ki, səhv olur. Səhv olanda da sadəcə o skripti belə deyim də, running-ı abort eləyirlər, saxlayırlar, nəticə falan çıxmır. Sən təzə İngilizcə O elə bir şey olanda da koda baxıb tapmağa çalışırsan ki, harda səhv eləmirsən, necə optimizə edə bilərsən kodu. Bu şeylə siz işlərsiniz, adi premium arasında fərqlər çoxdur. Premium deyə bir şey yox. Hə, ChatGPT, elə bildim bunu deyirsən. ChatGPT-də premium kodu sırf SQL-i bilmirəm. SQL-də çox Mən yeni işdə istifadə etmək istəyirəm. Belə deyim, Java-da filan fərq açıq-aydın hiss olunur. Daha yaxşı, daha ağıllı yazır kodu. Amma SQL-i bilmirəm. SQL-də ChatGPT-dən çox istifadə eləmirəm. Ümumi mən prosta şey almaq istəyirəm. Ümumi olaraq kodinqdə, məsələn, Java-da, JavaScript-də, Python-da zətdə daha yaxşı cavablar verir. O 100%. Bəs belə fikir olaraq, sadəcə düşüncə olaraq. O da analitik şeylərdə daha yaxşıdır. Siz Java müdürsünüz. Aha. Peki getirib bəlkə bu belə bir taskları işdə nəticəsini almaq sonra necə çevirsiniz? Necə istifadə edirik? Yəni rəhbərə oturursunuz, yoxsa özünüz nasıl bir şey verirsiniz? Yəni bunu məsələn düz anlaşırsınız. Arzu gəlmir, dərsə davam eləməyək. Nəticələri baxır işə də. Məsələn, analitiklərdə senior falan olandan sonra adətən qərarı özün verirsən. Rəhbərliyə adətən şey eləmirsən ki, ona nəticə və bu nəticəni niyə belə almısan, bir də ki, solution lazımdır. Deyirsən, ağlına batdısa, okey, ağlına batmadısa challenge eləyir, suallar verir. Sonda ya inandırırsan, ya da ki, gedib təzədən başqa yol fikirləşirsən. Burada mənim var ki, bir ayda bunlar nə üçün bunu istifadə edirsiniz?
O BI-lər zətdə dashboard qurmaq üçündür. Məsələn, bir dənə iş var, davamlı olaraq nəzarət eləmək lazımdır. Dashboardu qurursan, hər dəfə ona vizual hazırlamırsan. Davamlı olaraq o update olunur. Sonra burada qalmışdıq. Burada görürsüz rəqəmlər çox uzundur. Bunu qısaldıb rahat oxumaq üçün nə edə bilərik? O dəfə dediyim, 2 dənəsini Yuvarlaqlaşdırmaq. round şey, Round çevirmə. bir də 2-yə 3 yazılır. Hamısını round yazılır. Yox. Necə? Ayrı-ayrı. Bu sadəcə bir dənə buradan, bir də buradan kopyalayırsan. Orada səhv elədik. Kim belki səhv yazmış. Yox, üçünü düz yerə yazmışıq. Nə deyir? Function round does not exist. Double precision integer. Name or argument. Peki 0 olan nəticələr var. O deyir belə bir funksiya yoxdur. No function matches the given name and argument types. Round yazanda o da orada olmalıdır. Böyle bir şey yoksa Olmalıdır əslində. Belə yazılmadı bu. Mən baxam. Eli yazmıştı. Aha, belədir. Birincisi double precision'dır, ikincisi integer. Integer olmalıdır da. Belə yazsaq. Qəribə. Bunu silsək, görək error harda verəcək. O neysə Gəl belə eləyək. Bir də bunu yoxlayaq. Yenə burada. Qəribə. Roundu tapıb mən atarım sizə. Burada nəsə düz getmədi. Böyle olmalı. Ne bakmıyorsunuz? Belə yazmışdıq da. İki tane terziden. Bu deyil, onu yazdı. Sözüm ortamda. Bunu tapıb atarım sizə. Bura kimi aydındır. Baktınız siz hamısına. Ona baxdım, məndəki eyni şey demişdi. Bir şey yazın. Buna verirken.
Float eləmir bu. Ha, okey. O tarzda numerik yazılır. Necə? Float əslində numerik yazılır. Mhm. Fərqi nədir? Float hə, şeydir. Yox, 2 dənə göstərməsi. Hə. Sadəcə burada niyə float'u qəbul eləyir, amma float'u Hamısı məcbur göstərməyə şeydir. bilmirəm, ona baxacağam. İçinə ziddiyət yaradır. Bunun bir çalışır, sən bir şey göstər. Elə bir də Yox, məncə elə deyil. Məncə elə deyil, amma baxmaq lazımdır. Baxıb deyəcəm sizə. Belə indi bilmirəm açığı. İndi 2 dənə testi çıxartdıq. Nəticələrini gördük. Testin A testinin nəticəsi nədir, B-nin nəticəsi nədir? Buralardan hansı yaxşıdır sizcə? scoring rate-ə baxırıq. Bizə order rate-ə. İkisində də A daha yaxşıdır. Mhm. Bir də sales rate-də bəs ona baxmırsan? Ona da baxırıq. O da yaxşıdır. Mhm. Amma yaxşıdır, okey. Hamısı daha çoxdur. Amma rəqəmlər bir-birinə çox yaxın görsənir. Bunun üçün bunun həqiqətən yaxşıdır, yoxsa bu bir nə bilim təsadüfdür? Bunu tapmaq üçün nə etməliyik? Geri statistikası, Mhm. probability ediyor. Yox, şey eləmək lazımdır. Hypothesis test. Nə test? Hypothesis test. Sen yapsın bunu. Elə bir AB test deyirsən ona görə. Bu özü AB testi. Hə, ona görə soruşdum. Hypothesis testi eləmək üçün sizə yazmışdım hansı testdən istifadə eləmək Siz lazımdır. yazmışdınız da iki tərəfli. Mhm. Kim çıxıb düsturun yazar onu? Hansı Z hansı Z test? İki tərəfli də elə bir two cell test, hə. Proportionların fərqinin Z testi. Nə? Proportionların fərqinin Z testi. Bax siz bunlar hamısı proportionlardır da, ratiolardır. Siz bunlar arasındakı fərqin significant olub olmamasını tapmalısınız. Ona görə də burada proportionların burada sən məqsədin nədir? Bununla bunun arasındakı fərq significantdır ya yox? Bunun üçün istifadə eləməlisən bu ikisi arasındakı fərqin ki, bunlar proportion olduğuna görə proportion test istifadə eləməlisən. Aha, onun bir dənə düsturu var idi. Proportion tapmaq üçün bölmürük. Yox. Bölüb rate-ləri tapmısan da. 2 dənə proportion tapmısan. Bu proportiondur. Aha. Bu iki sənə lazım olan 209 almısan, 201 almısan. Bu ikisi arasında deyirsən ki, fərq var, A yaxşıdır. Amma bu fərq təsadüfidir, yoxsa significantdır. Bunu bilmək üçün də o testi eləməlisən ki, biləsən ki, bu nəticən həqiqətən sən bir şey iş görmüsən və bunun nəticəsi təsir eləyib, yoxsa random bir fərqdir bu. Onu bilmək üçün də bir dənə test var, Z-test, proportionlar arasındakı difference tapan. Orada da müəyyən bir desən limit qoyulur, həmən limit aşağıda Kökün altında bir bölünsün. Hansısa bir xüsusi testdir. P filan var idi. Onu belə keçməmişik. Yadınızdadır demişdim, məntiqi testlərin hamısı eynidir. Sadəcə testlərin növləri çoxdur. Hamısında düsturdur. O düsturu yerinə qoyursan, bir dənə critical value alırsan, onu şeylə yoxlayırsan. Table'dakı rəqəmlə yoxlayırsan. Bizdə indi şey var, proportionlar var. Nə bilim, critical value-nu zadı hesablamaq üçün hər şey var. Biz prosta bir dənə həmin düsturunu tapmalıyıq. Biz bir hansı testi... Bax, mən də bilmirəm düsturunu əzbərə.
Prosta düsturunu tapıb məqsəd burada sadəcə hansı testi istifadə edəcəyini bilməkdir. Testin özünü də necə eləyəcəyini başa düşürsənsə, datalar əlində var, düsturuna baxırsan da rəqəmləri yerinə qoyursan, yazırsan. Kim tapa bilər düsturu? Əzbərə demirəm, əzbərə mən də bilmirəm. Açıq bax. O testlərin hamısını əzbərə yadda saxlamağa ehtiyac da yoxdur. Tutorial testinin düsturuna baxdıqda Tutorials yox. Z-test, Demin öyle. proportion differences. burada çıxdıqdan formula modeli götürürük. Buraya bir çıxılsın P2. Onda deməli 0,209 çıxılsın 0,201-dən. Sonra çıxılsın. Nədir? Bende de var. Belə baxanda daha rahat görürsən. Bunu başqa cür yazmışsın. Bu əgər bir dənə olanda saylar fərqlə bərabərdirsə bunu istifadə edirsən. Bərabər deyilsə bunu istifadə edirsən. Burada bərabər. Bu düzdür. Burada amma bərabər deyildir. Bərabər deyil, ona görə bu istifadə edirsən. Onda bunu istifade ediyoruz. Sonra da bunu yazmalı olur. Proportional. Bu minlərin etməsi. Diğer burada elli. Eyni deyil, ona görə iki dənə var. Burada əgər eyni olsaydı, bunun altına xətt çəkib bir dənə eyni yazardı. Burada sadə nəyə bərabərdir? İkisini şey eləsə, average. Necə? Burada sadə nəyə bərabərdir? P1 OK 0209. O P-nin də düsturu olardı. Onu sadəcə average kimi götürməliyik. Burada P-nin düsturu. Ha. Totalında pozitiv ikonların şeyi. Biz indi onu da tutmalıyıq. Bunları burada yazmalıyıq. İstəyirsiniz onu növbəti dərsdə izah edəyək. Necə üstü Çok biraz çox çətin oldu, mənə danışıq. İstəyirsiniz indi də yaza bilərəm. Prosta çox yüklənmə olursa, istəyirsiniz burada saxlayaq. Hə? Məncə də çünki dövrü müraciət çatmaq var. Bu da atarsınız. Atacağım. Deyin, bunu bir dənə yaddaşa salın. Dərs bitirdik. Yox, suallarınızı verin. Biraz suallarım var. Biz bunun Sual. nəticəsində biləcəyik ki, biz həqiqətən üstünlüyü yoxsa Əgər nəticə çıxsa ki, siz hipotez test yoxlayacaqsınız ki, bu ikisi arasındakı fərq signifikantdır ya yox. Nəticə çıxsa ki, signifikantdır. Bu o deməkdir ki, bir layihə eləmisiniz, nəticəsini görmüsünüz ki, daha yüksək alınıb və bu fərq signifikantdır. Signifikant olmağı o deməkdir ki, yəni bu təsadüfi random bir şeyin nəticəsi deyil. Həqiqətən də sənin elədiyin işin nəticəsidir. Elə bir nəticə çıxanda deyirsən ki, bu fərq signifikantdır və layihə uğurludur. Yox, bu fərq random olsa, o deməkdir ki, sən bu layihəni eləməsəydin belə bu fərq yarana bilərdi. Random bir fərqdir. eləsə mənim üçün götürülür.
O bizə yəni nə faydası olur? Faydası olur ki, sən layihə eləmisən, rəhbərliyə aparmısan bu rəqəmləri. Rəhbərlik deyir ki, fərq çox az görsənir, 0,8%. Daha doğrusu burada neçə olur? Faizin götürəndə 0,8%. Bu 0,8%lik yəni bir iş deyil də, random bir heç nə eləməsən belə təsadüfən bu alına bilərdi. Sən də göstərirsən ki, bu statistik olaraq random fərq deyil. Sən bunu eləməsən bu nəticəni ala bilməzdin. Daha aşağı random bir fərq ala bilərdin, amma bu dərəcədə fərq ala bilməzdin. Oradakı enlər nə idi? Sayılar, adamlar sayı, aylar. Sample size. O həm anın fərqli sample size, bunun fərqli. Gələn bunu atacağam sizə. Bu skripti öyrənin. Başa düşmədiyiniz olsa gəlib sual verərsiniz. Davamında da o hipotez testi eləyin. Eləməyə çalışın evdə. Kodunuz adı özünüz yazıb eləməyə çalışın. Sonra növbəti dərsdə burada o hipotez testi eləyərik. Onda belə çıxır ki, adam sayı nə qədər çox olsa, o yaranan çox kiçik fərq belə deyil, yəni təsadüfi deyil. Üstünə elə alır. Adam sayı Sample o sample'ları keçəndə ən birinci dərsdə yadınızdadır deyirdik. Sample size nə qədər böyük olsa, random nəticələrin, errorların bir o qədər azalmış olur. Ona görə də kiçik sample'larda xəta payı yüksək olur. Məsələn, burada 20 nəfər olsa, 2 dənə şey fikirləş. 20 nəfər sample'ın var. 1 nəfər alanda conversion'ın neçə olur? 2 nəfər alanda neçə olur? 5%lik 2 fərq verdi. Amma burada fərq 0,8%-dir. Burada sample'ın sənin 3000 yox 1 milyon olsa, çox böyük ehtimal ki, bu 0,8'lik fərq signifikant olacaqdır. Çünki o 1 milyondan bu 0,8%'lik fərqi yaratmaq üçün 5 nəfər, 10 nəfər yox, nə bilim 1000 nəfər, 2000 nəfər daha artıq adam almalıdır ki, o fərqi yaratsın. Necə? Yavaş-yavaş hamısı çatacaq. Sonra çatdı mən axırda. İndi bu çatsa elə yaxşı olur. Bir kursu qutarana yaxın bu da çatacaq. Axırıncı dərslərdə kursdan sonra evdə. Evdə yemək yediyin yerdə. Bunlar hamısı yavaş-yavaş oturuşan şeylərdir. Yəni birdən-birə keçən kimi eləmək olsaydı, onsuz da universitetdən çıxıb adam işə qəbul olardı, hər şeyi də rahat eləyərdi. İndi aydın ki, biz niyə hipotezi keçdik? Mənim sualım var. Siz bir analitik kimi o sualı oxuyursunuz da, siz nədən başlayırsınız da, necə düşünürsünüz, nə eləməliyəm? Siz açıqsız bizə başlayırsınız, bir dəfə də deyə bilərsiniz, hardan hara gedirsiniz? Birinci nə eləmək lazımdır? Bax, biz bunun həllini elədik. Birinci sual nə idi? Oxuya bilərsiniz. Siz iki tərəfə elərsiniz. Necə? Ümumiyyətlə birinci sualı şey eləyə bilərsiniz. Bax, birinci sual deyir ki, iki qrupun performansı arasındakı effektivliyi ölçün. Ki, bu qrup necə effektivdir, bu qrup necə effektivdir. Mən sual bilmirdim, ona görə ki, bayaqdan bilmirdim ki, siz nə axtarırsınız, ki, nə eləsiniz. Və davamında yazır, which group demonstrates higher customer engagement and better business outcome. Engagementi orderlərdən bilirsən. Yəni, müştərini cəlb eləyə bilmirsən, maraq yarada bilmirsən. Bu engagementdir. Outcome-unda satışdır. Yəni, engagement daha yaxşı, higher customer engagement, daha yaxşı engagementi ölçmək üçün sən orderlər arasındakı fərqə baxmalısan. Outcome olaraq saleslər arasındakı fərqə baxmalısan. Bax, sonra deyir, use both activity, orders and sales metrics to support your conclusion. Deyir, order və salesləri sənin dediyin nəticəni dəstəkləmək üçün istifadə elə. Engagementi, daha yaxşı engagement var demək üçün orderlər arasındakı fərqi deyəcəksən. Daha yaxşı outcome üçün satışlar arasındakı fərqi deyəcəksən. Ən axırıncı sualda determine whether the observed difference is statistically meaningful.
Bu observationlar, yəni sənin bu aldığın o ratiolar var ya, onlar arasındakı fərq statistik baxımından mənalıdır ya yox, yəni significantdır ya yox. Bunu başta bir misal əldə Hı -hı. Bu, yəni bu hissələr izah üçündür. Bu hissələr statistikada lazım olacaq. Birinci hissə Sual əslində Yəni normalda işdə sizə deyilən bir dənə bu olur. Bu sadəcə izah eləyir ki, sən nə etməlisən? Bu növbəti cümlələr. İşdə amma bunları demirlər. Deyirlər ki, bu ikisi test eləmişik, get ölç gör hansı daha effektivdir. Dərsliklər pahalı qalırsa. Heç. Satışlar sən də onu hesab edir ki, alırsan. Ged aldı deyə. Qeyd alındı. İkinci sual nədir? Və də o həqiqətən o necə şifahi həqiqətən deyirsiniz yoxsa siz raport edirsiniz? Yox, hesabat kimi hazırlayırıq. Bax, Excel dediyim Excel-i harda istifadə edirik? Bu hazırlanandan sonra bunu bir dənə Excel-ə çıxardıq. Excel buradan başqa heç bir işimizə yaramır. Buradan Excel-ə eksport eləmək olur. Bundan, buradan Olmaz Excel belə prosta Excel yox, CSV kimi verir bu sənə datanı. Sonra CSV-ni də şeydə Excel açıb save as-dən Excel-ə çevirə bilirsən onsuz. Save as eləyəndən sonra bir dənə aşağıda o şeylər olur, seçmək. Oradan Excel seçirsən. bunu eləyirik, altına bir dənə örnək Bunu eləyirsən, significant testi eləyirsən. Göstərirsən ki, nəticələrini göstərirsən ki, nəticələr budur, significance testinin nəticəsi də budur. Buna görə significantdır ya deyil. Olur bir dənə bunların sonunda bir dənə elə beləsin, bir dənə raport edir. Excel-ə çıxardı. Excel çıxarırsanız hansınızı ki, bizi necə göstərəcək sonra. Gələn dəfə significant testi də eləyək. İkisini bir yerdə çıxardıb göstərək. Bu düsturda var deyil. Testi N1, N2. Sample size-lar Eyni adam sayda geçiyor. Niye eyni? eynidir. O bilmiyorum ikisinde de eynidir yoksa yok. Ona göre biz bir içinde ikisinde de eynidir. İkisinde de eyni rəqəm istifadə edirik. Tamam mı? İkisində də eyni olsa eyni rəqəm istifadə edəcəksən, fərqli olsa fərqli rəqəm. Burada fərqlidir. Hə, burada birini 3500 deyim. Həm aynı. Biz oradakı testi harda eləyəcək? SQL-un içində yoxsa bəs onu Excel-də edib çıxarmaq olmaz, nətərsə. Excel-də də eləyə bilərsən. Sadəcə yəni SQL-də praktika eləmək dura-dura niyə Excel-də eləyəsən ki? Prosta o çətin olardı, yəni yazmaq Z-testdə. Olsun da praktikadır. Nə qədər çətin şeyi praktika eləsən, yəni məsələn hə. Yəni mən taskı belə verim ki, select yaz, kolumları seç, gətir. Bu sənə nə qatacaq? Bilmədiyin bir şeyi eləmək, onu axtarıb tapmaq həmişə öyrədir. Amma burada göz yarı baxıb deyə bilərik. Bu yəni şey. Bu böyük ehtimal ki, significant çıxacaq ya yox. Bir dənə onu siz deyin görün. Mən o aradakı fərq Mən də 50 adamdır. 3500 50-3500 bölündə neçə faiz? Satışda fərq, orderdə fərq hardasa 60 Orderdə işləyirik ki, orderdə 66 fərq var. Məncə təsadüfdür. Bunda da birini götürmür ki. Belə baxanda təsadüf oxşuyur. Oxşuyur, çünki çox az data var. Təsadüfə oxşuyur, okey. Amma Zansını işləyir, birini işləmir, necə? Orada bir dənəsini işləmir. Nəyinə? Customer Ya A-la ya B-lə deyirsən? Yox. Bax, sənin hər birini ayrı-ayrı eləməliyik, yoxsa? yox. Yox, şeydə deyir. Sən testdə deyirsən. Mən testdə deyirəm. Testdə də hər ikisini istifadə edəcəksən. N1, N2. 2 dənə sample-ın var sənin. Biri birin sayıdır, biri o birisinin sayı. Yox, deyir, biz sell rate üzərindən müraciət edirik, yoxsa digər şeylər üzərindən hamısı? Sualda nə istəyir səndən? Engagement və outcome. Engagement orderdir. Bir dəfə order üçün eləyəcəksən. Bir də outcome sales üçün. Başqası birində elə, birində deyilsə.
Birində elə, birində belə çıxsa, o deməkdir ki, indi elə yaxşı dedim, mən sizə salayım. Tutaq ki, orderdə signifikant çıxıb ki, orderin yaxşıdır. Amma sales-də çıxmayıb. Bu nə deməkdir sizcə? Orderdə çıxıb, amma sales-də çıxmayıb. Bu nə deməkdir? Sales-də Satışda çıxmayıb. Əsas olan satışdır. Əsas o satışlar. Baxır, həmişə yox. Amma burada Ümumi son nəticədə onsuz da hər şeyi satış artırmaq üçün eləyirsən o heç. Amma sənin elədiyin işin təbiətindən də asılıdır. Sən eyni məhsuldur. Məsələn, bir bank zad kimdəsə var. Girəndə pop-up filan çıxır. Məsələn, A/B test eləyirəm. Qoyuram sənə bir şəkil çıxsın. Büfətə başqa şəkil çıxsın. Ona şəkil daha maraqlı bir şəkil olur. Şəklə görə basır, girir, order eləyir. Order rate artırdı, engagement artırdı. Amma ikinizə də eyni məhsul təklif eləmişəm. İkinizin də order eləməkdə şəkil sizin təsiri olur, orderi artırır. Amma ikinizə də eyni məhsuldursa, məhsul şərtində heç bir dəyişiklik yoxdursa, satış fərqlənməyə bilər. Onda sən engagement, bu şəkil qoymaq engagement artırmaq üçün olan bir şeydir. Sən məhsula heç bir təsir eləmirsən şəkil qoymaqla. Əgər sənin məqsədin engagement artırmaqdırsa, layihəni uğurlu saya bilərsən. Amma məqsədin satışı artırmaqdır, sən bu şəkil qoymaqla artırmağa çalışmısansa, onda uğurlu saymırsan. Bu hər hansısa bir şeydir. Tutaq ki, 2 dənə şey kimi fikirləş. Birində fikirləş ki, sən məhsul şərtini dəyişmisən, satışa baxacaqsan. Bir dənə də ayrı bir case kimi fikirləş ki, şəkil qoymusan engagement artırmaq üçün. Onda da orderə baxırsan. bundan sonra gelin tıklayın. İhtimal değişti. Hə? Çünkü bundan sonra tam gelin tıkladım. Real atacağım işte. Aydın olur indi keçdikləriniz. Yavaş-yavaş hamısı olacaq. Sual olan var? Hə. Bunu atırsınız da qrupa. Atacağım. 4-cü mərhələdə çalışır ikincisini eləmək. Hipotez testi eləmək. Ha, buradakını. Birincinin bu ən axırıncı cümləsi. Qrupda yazmışdım hansı testdən istifadə eləmək lazımdır. Yadınızdan çıxsa oradan baxarsınız. Sual. Sənin səsin çıxmadı. Sual yox. Yoxdursa bir günlük bu qədər. Bu düsturumuz ne oldu da? Aha. Orada bir dənə də o P-ni tapmaq üçün də bir dənə düstur var. Aşağıda bax P1, P2 sən bu rate-lərindir. Mənim sualım var. Biz SQL-ı 3 həftə keçirirsə belə çətindirsə, Python-da nə olacaq? 5 həftə keçirirsə onu. Python-da da davamlı SQL istifadə edəcəksən onsuz. O SQL-dan çətin olacaq. Baxır adama. Yəni elə adam var ki, ona daha rahat gəlir, eləsinə var daha çətin gəlir. Ya onu belə konkret ümumi demək, ümumilikdə Python daha genişdir. Kodlar filan. Burada hamısını hesablasan 7-8 dənə funksiya yazmışıq. Qalan hamısı sırf alqoritmik məntiqdir. Amma Pythonda bu şeylər bundan qat-qat çoxdur. Hamısında sadəcə çoxlu praktika eləməlisiniz ki, o alqoritm oturuşsun.